2 stəkan süt, 1 xörək qaşığı maya qarışdırırıq. 3 xörək qaşığı şəkər, 1 yumurta, yarım çay qaşığı duz, 1 paket vanil, yarım stəkan bitki yağı, 6 stəkan un. Unumuzu az-az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Yumuşaq ələ yapışmayan xəmir olur. Xəmirimizi 40-50 dəqiqə acıdırıq. 1 stəkan yarım un, 100 qram çərə yağı, umac edirik. 1 stəkan şəkər, 1 çay qaşığı sarı kök. Qarışdırıb içliyimizi hazırlayarıq. Acıyan xəmirimizi götürürük. Əlimizlə biraz öfkələyirik. Maya gəlməsin və yaymağa başlayırıq. Çalışdığınız qədər böyük yayın. 100 qram çərə yağı ilə yağlayırıq. Videoda göstərdiyim formada qatlayın. Otuz dəqiqə soyuducuda saxlayırıq. Soyuducudan götürüb yayırıq. Qalan yağımızdan xəmirimizə vururuq və içliyimizin hamısını töküb rulet kimi bükürük. 2 barmaq enliyində kəsirik. Soba tavasına yığırıq. 15-20 dəqiqə gözlədirik. 1 yumurtanın sarısı, 1 çay qaşığı süt qarışdırıb üzərinə vururuq. Əvvəlcədən isitdiyimiz 180 dərəcəlik sobada 25-30 dəqiqə bişiririk. Dadlı və fərqli şirniyyatlar üçün səhifəni yaddaşa verməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.